MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlar üçün qəşəng bir dənə sual var. Deməli vəziyyət nə yerdədir? Deyir ki, bütünlüklə islanmışdı. Çünki yağış yağırdı. Cümləsi üçün hansı yanlış fikirlər? Yağış yağdı, bütünlüklə islandı. Cümləsi üçün doğrudur. İndi burada məsələ nədir? Məsələ odur ki, hər ikisi mürəkkəb cümlədir. Bəs necə mürəkkəb cümlədir? Tabelidir yoxsa tabesizdir? Biz bunu artıq sualın cavablarını oxuyanda müəyyənləşdirəcəyik. Amma onda vurğulamaq lazımdır ki, bizim burada iki asar sözümüz var. Nədir? İki asar sözümüz var. Hansılardır? Yanlış fikirlər, doğru fikirlər. Yəni, birinci cümlə üçün yanlış olan fikri biz ikinci cümlə üçün doğru olaraq götürürük. Getdik. İki qrammatik əsası var. Bəli, hər ikisinin iki qrammatik əsası var, çünki hər ikisi mürəkkəb cümlədir. Bu hər ikisi üçün ortaq cəhətdir. Ona görə bunu götürmürük. Sonra tərəflərindən biri digərindən asılıdır. Bu tabeli mürəkkəb cümləni nəzərdə tutur. Birinci cümləyə baxırıq, görürük ki, çünki bağlayıcısı işlənib. Çünki bağlayıcısı harda işlənir? Tabeli mürəkkəb cümlədə. Bu birinci cümlə üçün doğru fikirdir. Həm də ikinci cümlədə belə bir fikir yoxdur. Ona görə bunu da götürə bilmirik. Sonra, budaq cümlədə kəmiyyət zərfi var. Kəmiyyət zərfi biz görürük ki, burada hər ikisində işlənib. Bütünlüklə sözündə, bir də buradakı bütünlüklə sözündə. İkisi də kəmiyyət zərfidir. Nə qədər islanmışdı? Bütünlüklə. Yaxşı, bəs hər ikisində işlənib, kəmiyyət zərfidir. Amma birinci cümlədə tabeli mürəkkəb cümlədə işlənib. Ona görə ikinci cümlə tabesiz mürəkkəb cümlədir. Bunu götürə bilmərik. Sonra, birinci tərəf hadisənin səbəbini, ikinci tərəf onun nəticəsini bildirir. İndi görək birinci cümlədə nədir? Bütünlüklə islanmışdır, çünki yağış yağırdı. Bu cümlədə hadisə artıq bitib. Bütünlüklə islanıb, artıq bitib, gedib, hadisə gedib. İkinci komponentdə deyir ki, yağış yağırdı. Yəni hadisə davam eləyir. Hadisə artıq baş verir. Deməli, birinci cümlədə nəticə verilib, ikinci cümlədə isə onun səbəbi verilib. Nəticə səbəb əlaqəli tabeli mürəkkəb cümlədir. Amma ikinci mürəkkəb cümlə isə səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədir. Yağış yağdı, hadisə bitib, bütünlüklə islandı. Nəticədir. Bu da nəticəsidir. Ona görə bu doğrudur. Amma bu birinci cümlə üçün yanlış fikirdir. Birinci tərəf hadisənin səbəbini bildirir. Amma birinci tərəf hadisənin nəticəsini bildirir, ikinci tərəf onun səbəbini də bildirir. Bu birinci cümlə üçün yanlışdır, amma ikinci cümlə üçün doğru fikirdir. Çünki ikinci cümlə səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Ona görə bunu doğru götürürük. Sonra, tərəfləri arasında tabesizlik əlaqəsi var. Bəli, çünki birinci cümlə tabeli mürəkkəb cümlədir, tabesizlik əlaqəsi yoxdur, amma ikinci cümlə tabesiz mürəkkəb cümlədir və arasında tabesizlik əlaqəsi var. Ona görə də cavab olacaq nə? 4, 5. B variantı.